Allah ən həssas hardadır? Mehriban Allah. O yerlər ki, biz əziyyət çəkirik. Sevir axı bizi. Sevdiyinə görə biz əziyyət çəkəndə, icazə verin də bu sözü deyim. Hərçənd ki, bəlkə düz söz deyil, fikri ifadə eləmək üçün deyirəm. Allah özünü günahkar bilir, belə deyək. Demirəm, amma bu tam düz sözdür. Oxşar sözdür ifadə eləmək üçün. Sevdiyinin əziyyətinə 100 qat mükafat verir. Ona görə də biz səbr haqqında danışarkən eşq haqqında danışırıq. Allahın eşqi əsas səbrə görə təzahür olunur. Çünki Allah bizim aşiqimizdir. Biz əziyyət çəkəndə o narahat olar da, narahat olmaq ona mümkün idisə. Elə deyil. O istəməz biz əziyyət çəkək. Biz əziyyət məqamında səbr edirik deyə sevgisi bu yolda bizə daha çox şamil olur, bu məqamda. Hədisdə var ki, cəmaat görəcək ki, qiyamətdə Allah səbr eləyənlərə nə mükafat verir? Qiyamətdə hamı əlini qaldırıb arzu eləyəcək ki, kaş dünyada doğulandan ölənə qədər fasiləsiz bizi qayçı ilə doğrayardılar, səbr eləyərdik. Buna razı olacaqlar. Səbrin mükafatını görəndə. Səbr nə qədər mükafata layiq bir xüsusiyyətdir. Bunu görəndə indi deyirik, ah bu nədir? Pulsuzluqdur. Ah çəkirik, etiraz eləyirik. Səbrə mükafat görəndə, mən demirəm ki, bir daha deyirəm, səbr acizlik deyil ki, iqtisadi vəziyyəti düzəltməyəsən. Yox, bunlar hamısı üçün çalışmalısan, amma təqdir var, bəzən sıxıntılar var həyatda. Onun mükafatını qiyamətdə görəndə deyəcəksən, kaş tikə-tikə mənim ömrüm başlayandan axıracan doğrayardılar, dözərdim. Səbrin mükafatı bu ağrını unutturur adama. Görün nələr verəcək Allah, neyniyəcək.